Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, deməli, Yardımlı rayonun Separadi kəndi, tarixi İsibi, Qoşqarlı, həm də Sevincan adlanır. Bu sözü deməyin məqsədim odur ki, yəni tarixdə baş vermiş hadisələrlə bağlıdır. Yəni, çoxsu yanlış anlayır mənim bu sözlərimi. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bax, bu gördüyünüz bu daş. Əziz və soydaşlarım, üzürü sayın, telefonda zaryadka az oldu, fikrimi tam çatdıra bilməyəcəm, həm də telefona zəng gəldi, videom avtomatik olaraq dayandı. Bacardığım qədər çalışıram ki, bu tarixi izləri sizə görsədim, fikrimi sizə bildirim. Hal-hazırda məndən də bu tərəfə gördüyünüz bu daşın bir tərəfi də yuxarıdadır. Görürsünüz, tarixdə əsasən mağaralarda böyürkan ağacı yandırılmışlar, tüstü olmasın deyə. Özündən içəridə havalandırması da olub. Bunu yaşayan bilər, bu hissləri gözünün qabağına gətirən bilər. Bunu hər adam bilməz, hər insan bilməz. İndi bunu dediklərim çox bəzi gənc nəsil buna bəlkə də qıraqdan bir nəsə adi gələr. Amma bu bizim tariximizdir, bu Azərbaycanın tarixidir. Əziz və soydaşlarım, hörmətli millətim, gördüyünüz bu mağara, yəni Mürgülən mağarası, buna qonşu kəndi sakinləri kişi ölən deyirlər, amma laf da qədimə tarixində ata deyirlər, ata mağara. Yəni burada iftida edən tarixi dönəmlərdə bu, bax buradan demək olar ki, bunun altı ilə haradasa çox olar, 200 olub, nə qədər olub, amma hal-hazırda buldozer torpağı qarşısına verərək içəri polunu doldurub, üstdən də səhv etməsəm yarğan olub, yoxsa altdan onu dolduraraq bazardığı qədər doldurublar, daşları da veriblər. Bu mağaranın burada onunla da talihi bağlanıb və tarixi izləri itib və məhv olub. Mənim məqsədim ondan ibarətdir ki, əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, tariximizi unutmayaq, tarix yaddaşdır. İndiki gənclər maraqlanmır. Ona görə də mən çox dərinliklərə getmirəm. Əsasən də bu işlər mənim tərəfindən aid deyil, mənə aid olmayan bir məsələdir. Bu işə üzrə mütəxəssis kimi yanaşmıram, gəlmirəm. Sadəcə mənim məqsədim bunu videonu göstərmək. Yəni insanlarımız uzun vaxtı bununla maraqlanmır. Azərbaycan tarixi maraqlanmır. Heç kəs maraqlanmadığı üçün mən də ona görə çox dərinə getmirdim və gələcək talihə buraxmamaq üçün, qara günlərə qalmasın deyə bir vətəndaş olaraq borcum idi ki, çəkim, görsədim və bu daşların, yəni yuxarıda da var, burada bu daşların çoxsu, bundan daha çox, haradasa 160-a, 100-ə yaxın daşı Sovet hökumətinin texnikaları buradan verib töküb ora. Yəni qaçaqlar gəlib mağarada gecələyib Sovet hökumətinə aid olan demək olar ki, yəni Sovet hökumətinə məxsus olan malın, heyvanın talaması. Görürsünüz, bax bu daşın da biri odur. Bax mağaranın qalıqlarından bu qalıbdır. Sağ olun, təşəkkür edirəm. Mağaranın demək olar ki, bax, onun buradan daşları varmış ora kimi, buradan da varmış ora kimi. Sanki qərərgah kimi formasında. Bu torpaqlar sadəcə sonradan böyür başına axır. Amma buradan ağır iri daşları və buranı qopardaraq, dolduraraq içəri qalan çöldə qalan bu ərazidə maneçilik olmasın deyə iri daşları, buradan düzülmüş daşları hamısını çaya yuvarlayıblar. Yəni burada 100-160'dan çox daş olurdu. Hal-hazırda görürsünüz, onlar ot basıb, ağaclıqdır, yəni tikanlıqdır, görmür. Bir qismi görünəndə, amma iri daşlardır, görürsünüz. O bir tərəfi də o ağacın yanındadır. Çünki bax buradan deməli gəldi, bax belə getdi ora kimi yeraltı mağaraymış.
bəlkə də dünyada ya dünyada yox, Azərbaycanda ən böyük mağaralardan biri olubdu. Amma içəri bunu texnika torpaq verib, doldurub ki, yəni qaçaq quldurlar girməsin buraya və heyvanlar girməsin buraya, itməsin, əziyyət çəkməsinlər, yəni axtaranda. Bax, görürsünüz, o gün şüası olan tərəfdə demək olar ki, Yardımlı rayonun Alar kəndinin istiqamətidir. Bax, burada, ora Güney Azərbaycana gedən bir yaxınlığı var Ərdəbilinə.